Bu sualların cavabı siz nədən ibarətdir? Dəmir yolu qapalı səhmdar cəmiyyəti olsun, Bakı şəhər icra hakimiyyəti olsun, Nərimanov rayon icra hakimiyyəti olsun. Bunu gizlədə bilməzsiniz. Sual çıxır ortaya. Əgər vətəndaşların ünvanlarını, mənzillərini sökməmişsinizsə, niyə Nərimanov rayon məhkəməsinə iddia vermişdiniz ki, həmin mənzillər sökülsün və vətəndaşların çıxarılsın? Siz vermişdiniz də məhkəməyə. Yaxşı ki onu vermişsiniz. Böyük Allah, ilahi ədalət var. O olmasaydı, bəlkə də deyəcək bizim xəbərimizdə özü uçub evlərini. Bilin, 175 ailənin, mən burada olmuşam, müasir formada mənzillər birdən-birə yox olmuyor. Bizdə videolar var. Evimdə uşağım olar. Gəlib bax belənsinəmə evimizi başımıza uçurdular. Uşaqlarım da burada yatır. Baxın. Və mənim uşaqlarımın yatmağı. Texnikalar üzərində dəmir yolu logosu. Qalsa bir dəqiqə bizim materiallar çıxacaq. Bütün baxın çəkin. Bütün bu yer var. Sonradan gətirib vaqonlardan torpaq tökübdülər bu əraziyə. Evlərin çoxsunun əşyaları qalıb torpağın altında.